Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme accel veliyyekel fərəc. Məkasib kitabından 320-ci dərsi oxuyuruq. Dünən bir rivayət oxumuşduq. Rivayət Hişamın rivayəti idi. İmam Cəfər-i Sadiq əleyhissalatu vesselamdan nəql eləmişdi ki, Həzrət buyurdu, Keyfə bəsəruk fin-nucum. Hişam deyir ki, İmam Sadiq sual elədi. Nucum elmində rəyin nədir? Mən də cavabında dedim ki, İraqda nucum elmini məndən yaxşı bilən yoxdur. Sümmə səaləhu ən əşyain. Sonra imam ondan neçə şeydən sual elədi. Ləm yərifuha. Və lakin bu onları bilmədi. Sümmə qal. Sonra imam belə buyurdu. Fəma baləl əskəriyeyn yəltəqiyan fi haza hasibun və fi haza hasibun. İmam növbəti sualı belə verdi Hişama ki, əgər iki dəstə əskəriyə, yəni iki dəstə biri ilə vuruşarlar, vuruşmaq istəyərlər. Bunun da münəccimi var, onun da münəccimi var. Bu dəstənin də münəccimi hesablayır. O dəstənin də münəccimi hesab eləyir. Təbii ki, bu münəccimlər hesablayırlar. Məsələn, deyir, öz dəstə üçün sən zəfər qazanacaqsan. O biri dəstənin münəccimi də hesablayır ulduzlarına. Deyir ki, sən zəfər qazanacaqsan. Bunlar hər ikisinə zəfər vədəsi verilir. Və lakin bunlar vuruşandan sonra, müharibə eləyəndən sonra biri qalib olur, biri məğlub olur. İmam buyurur, bəs onda bu münəccimin hesabladığı hara getdi? Axı münəccim hesablamışdı, sən zəfər qazanacaqsan. Bəs o məğlub nə desin? Bu məğlub necə oldu? Bunun münəccimi hesabladı və lakin bu məğlub oldu. Fəyəhsibu haza li sahibihi bizzəfər. Bu münəccim öz dəstəsi üçün hesablayır, deyir, sən zəfər qazanacaqsan. Fəyəhsibu haza li sahibihi bizzəfər. Zəfər. O biri dəstənin münəccimi də hesablayır ki, sən zəfər qazanacaqsan. Fəyəltəqiyan və bu iki dəstə bir-birindən görüşür. Fəyəhsumu əhəduhumal axər. Biri digərinə hücum eləyir və təbii ki, biri digərinə qalib olur. Qalib olandan sonra imam buyurdu, fəəynə kanətin nucum. Bəs burada nucum elminin nə faydası oldu? Axı bu vədə vermişdi ki, bu zəfər qazanacaq və lakin bu zəfər qazanmadı, məğlub oldu. Bununla Həzrət Hişama bildirmək istəyir ki, düzdür, bu elmin əsli kökü var və lakin hesablamalar düz deyil. Qalə fəqultu. Hişam deyir, mən dedim, la vəllah, la a'ləmu zalik. Mən bunları bilmirəm, and olsun Allaha. Bunları bilmirəm. Qalə fəqalə aleyhissalam, sədəqtə. Həzrət buyurdu ki, düz deyirsən, sən bunları bilmirsən. İnnə əsləl hesab haqqun. Əsli hesab ulduzlarla haqdır və lakin la ya'ləmu zalik. Və lakin münəccimlər bunu bilmirlər. İlla mən alimə bi məvalidəl xəlq kulluhum. Yalnız o şəxslər bilirlər ki, insanların məvalidini, yəni dünyaya gəlişinin onun hamısını bilən hesablaya bilir. Əgər bunları bilməsə, onda bu hesabatı düz aparmır. Bu bir rivayətidir ki, bunun bir hissəsini oxumuşduq və digər hissəsini də bugün oxuduq.
Və minhəl mərvi fil ihticac ən Əbi Abdillah aleyhisselam və eyni zamanda bir rivayət ehticacda nəql olunub İmam Cəfər Sadiq aleyhisselamdan fi hədisin bir dənə hədisdə ki ənnə zindiqən qalə ləhum ma təqulu fi ilmin nücum. Bir zindiq gəldi İmam Sadiq aleyhisselama dedi ki sənin nəzərin nədir nücum elmində? Qalə aleyhisselam Həzrət buyurdu ki huva elmun. Həzrət buyurdu ki o bir elmdir. Qəllət mənafiəhu və kəsurət muzarruhu. Onun mənfəəti azdır və zərəri çoxdur. Niyə görə Həzrət buyurdu zərəri çoxdur? Çünki münəccimlər hesablayırlar və hökm verirlər və hökm səhv olanda təbii ki bu zərər olur. Və zərər olduğu üçün Həzrət buyurdu ki zərəri çoxdur, mənfəəti azdır. Bundan da məlum olan budur ki, yəni bu elm köklü batil deyil, bunun əsli var və lakin hesablamalar düz olmadığı üçün zərər verir. Ləənnəhu la yədfəu bihil məqdur və la yəttəqi bihil məhzur. Həzrət buyurdu ki, ona görə ki, çünki o şeylər ki təqdir olunub, münəccim onu dəf eləyə bilmir. Ləənnəhu la yədfəu bihil məqdur. Yəni münəccim o elmlə məqduru dəf eləyə bilmir. Yəni o şey ki Allah tərəfindən təqdir olunub, onu aradan apara bilmir. Və la yəttəqi bihil məhzur və həmçinin o bəyənilməyən bir şeyləri onunla saxlaya bilmir. Məhzur, yəni nəhy olunmuş şeyləri saxlaya bilmir o elmlə. İn əxbərəl münəccim bil bəla ləm yəncihu təharruz ənil qəza. Əgər münəccim bir bəladan xəbər verirsə və eləyə bilmir ki, o bəladan insanları özünü saxlasın. Və in əxbərəhu və bi xeyrin, əgər bir xeyir xəbərin verirsə münəccim, ləm yəstədi təciluhu. Gücü çatmır ki, onu tezləşdirsin. Bəs deməli, nə bəlanın qabağını ala bilir, nə xeyri tezləşdirə bilir. Onda o belə çıxır ki, bunların qüdrəti yoxdur. Bunlar hesablaya bilmirlər. Və in hədəsə bihi suun ləm yumkinuhu sərfu. Əgər o münəccimin özü üçün bir dənə pis hadisə baş verirsə, gücü çatmır ki, mümkünü yoxdur ki, onu özündən uzaqlaşdırsın. Vəl münəccim yuzaddullah fi elmihi. Münəccim gəlir öz elmi ilə Allahın elminin müqabilində durur. Bezamihi ənəhu yaruddu qəzaillah ən xəlqi. Belə güman eləyir ki, mən bu elmlə Allahın qəza və qədərini insanlardan uzaqlaşdıraram. Amma təbii ki, heç nə eləyə bilmir. İlə qeyri zalik minəl əxbar. Mərhum şeyx buyurur ki, bunlardan başqa rivayətlər də var. Əd-dallatu əla ənə ma vasala ileyhil münəccimun əqəllu qəlilun min əmaratil havadis min duni vüsuli ilə muarizatiha. Buyurur, hələ çox rivayətlər var. Münəccimlər ki, bu şeylərə yetişiblər, bu azların azıdır. O qədər hadisələr var, heç onlara hələ münəccimlər yetişə bilmirlər, biri-biri ilə o hadisələr taarruz eləyir, biri-biri ilə ziddiyyət təşkil eləyir. Və mən tətəbbəhə hazihil əxbar. Hər kim bu rivayətləri axtarış eləsə, ləm yəhsul bihi zəmbil əhkamil mustaxricə minha fəzlən ənil qəd. Heç o rivayətlər ki, nücum elmi ilə, yəni o hökmlər ki, nücum elmi ilə çıxardılır, heç onlara zəng gətirməz, hələ nəinki qət. Heç insana zəng gəlməz, hələ qət o yana qalsın. Nəm, qəd yəhsulu minət təcrübətil mənqulə xələfən ən sələfin əzzən. Bəli, düzdür. Təcrübə, o ki, təcrübə nəql olunub bizə əvvəldən və sonradan, artıq bu təcrübədən zənn hasil olur. Bəlil elm,
bəlkə elm hasil olur bimuqaranəti hadisin minəl havadis li ba'zəl ovzail fələkiyyə. O qədər təcrübə eləyiblər, deyiblər, hə, filan ulduz filan yerə gedəndə yağış yağır, filan ulduz filan yerə köçəndə qar yağır. Bu ovzai fələkiyyənin bəziləri ilə o hadisələr baş verir. İnsanlar təcrübə nəticəsində artıq elm hasil ediblər ki, bəli, ulduzların yerdəki hadisələrə birbaşa əlaqəsi var. Fəl-ovla ət-təcənnüm ənil əhkam biha. Mərhum şeyx buyurur ki, ən yaxşı budur ki, insan ulduzlarla hökm eləməkdən çəkinsin. Və mə'al irtikab, əgər çəkinməsə də, hökm eləmək istəsə, fəl-ovla əl-hökmü əla səbili təqrib. Hökm eləsin təqrib yolu ilə. Təqrib yolu ilə necə? Və ənəhu la yəbud ən yəqə kəza ində kəza. Belə desin ki, məsələn, bu ulduz filan yerə gedəndə bu hadisə mümkündür. Qərib budur ki, məsələn, təqribən bu baş verə bilər Allahın izni ilə. Hökm eləyəndə də belə hökm eləsin. Nəinki hökm eləsin ki, yəqinən bu ulduz filan yerə getdi, bu hadisə baş verər. Vallahul musaddid. Ən düzgün yol Allahın yoludur. Allah hidayət eləyəndir və Allah irşad eləyəndir. Elhamdülillahi Rabbil aləmin.